Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Baxırıq, OÇK nəşrlərinin 19 aprel tarixində blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informatika suallarına. Birinci sualımız belədir. Word-a aid bir sual nümunəsidir. Düymə kombinasiyalarını gördüyü işi yada salaq. Ctrl-X kəsmək üçün istifadə olunacaq. Ctrl-V yapışdırmaq üçün istifadə olunacaq. Ctrl-C isə kopyalamaq üçün istifadə edilmiş olacaq. Deməli, belə bir söz yazılmışdı mətn redaktorunda. Görə indi aşağıdakı əməliyyatlar icra olunarsa, yekunda necə bir nəticə alınacaq? Deyir, təhsil sözü seçilir və Ctrl-X sıxılır. Aha, təhsil sözünü seçdikdən sonra Ctrl-X-i sıxıramsa, deməli artıq bu söz ekrandan silinəcək. Eyni zamanda mübadilə buferinə düşəcək. Təməli bir söz seçilir, Ctrl-V sıxılır. Aha, müəyyən bir söz seçildikdən sonra Ctrl-V-nin sıxılması artıq həmin sözün ekrandan silinməsinə və əvvəl mübadilə buferinə köçürülmüş olan sözün bura yapışmasına gətirib çıxardır. Yəni, bayaq hansı sözü silmişdik? Təhsil sözünü. Eyni zamanda mübadilə buferinə kopyalamışdıq Ctrl-X vasitəsilə. İndi həmin o söz bura yenidən yapışacaq. Olacaq təhsil, təhsil. Daha sonra bu əməliyyatı icra etdik, bunu da icra etdik. Bütün mətn seçildi, kopyalandı. Hamısı seçiləcək. Gələcəyin təhsil sözü də burada o ekranda olan. Bu seçildi, kopyalandı. Kursor mətnin sonuna yerləşdirilir. Bir boşluq daxil edilir. Yenidən Ctrl-V olunur. Aha, elə bilin ki, burada gələcəyin təhsil sözü idi. Seçildi, kopyalandı və buradan yenidən yapışdırıldı Ctrl-V vasitəsində. Oldu yenə gələcəyin təhsil. Daha sonra isə bu da yerinə yetirildikdən sonra mətndə ilk söz seçilir, Ctrl-V sıxılır. Aha, ilk söz bizdə gələcəyin sözdür. Bu söz seçilib Ctrl-V-nin sıxılması yenə seçildikdən sonra sıxıldığına görə bayaq mübadilə buferində olan element bu seçilmiş elementi yerinə yapışdırılmış olacaq. Yəni, bu silinəcək. Bunun yerinə yenə gələcəyin təhsil sözü yapışdırılmış olacaq. Və yekunda cəmi neçə söz yaranacaq? 2, 4, 5 dənə söz yaranmış olacaq. Nəticə olacaq A variantı. Daha sonra indi baxırıq bu suala. Deməli, belə bir sətir daxil edilmişdir. For dövrü var. Burada biz 9 dənə, 10 dənə dövr gedəcək. 0-dan ta ki 9-a qədər. I bir dəfə 0 qiymətini götürəcək, bir dəfə 2, bir dəfə 3 və s. 9-a qədər. Daha sonra K bərabər STR I yazılıb. Aha. Deməli, misal üçün I bərabər 0 qiymətini götürürsək, birinci qiymətlə dövrə girsək, birinci dövrümüz belə gedəcək. K bərabər dırnaqda 0, yəni STR I. Buradan n.count K fərqlidirmi 0-dan? Count neyini sayır? Aha, deməli, n sətrində bu elementin sayı 0-dan fərqlidirsə, yəni verilmiş element n sətrində varsa, o zaman nə edirik? Bax, bu şərt varsa deməkdir. Varsa. Varsa, o zaman nə edirik? K bərabər K vur n.count K. Aha, K bərabərdir, yazaq. K bərabər K vurulsun, K bizə dırnaqda 0-dır. Dırnaqda 0 vurulsun n.count K. Yəni, bu elementi, bu sətir içərisində bu elementin sayı. Burada da bir dənədir. Bu olacaq 1. Nəticə olacaq, sətir ədədə vurulanda, sətir ədəd qədər təkrarlanacaq, bir dənə 0 alınacaq. Daha sonra, deməli, 0 M siyahısına append funksiyası vasitəsilə əlavə olunacaq. Deməli, M bərabər olacaq bir dənə 0-ımız. Daha sonra, I bərabər 1 qiyməti ilə müraciət edirəm. İndi K bərabər olacaq STR 1, yəni dırnaqda 1. Və n.count K-ların sayı 0-dan fərqlidirmi? 1-in sayı burada 0-dan fərqlidirmi? Deyirik, hə, fərqlidir. O zaman nə edirik? K-nı, yəni 1-i, dırnaqda 1-i vururuq bu sətirdə olan birlərin sayına, yəni 1-ə. Nəticə olacaq bizdə 1. Yəni, bura bir dənə də 1 əlavə olunacaq. Daha sonra, I bərabər 2 qiymətini götürürük. 2-lərin sayına baxırıq indi. K bərabər olur dırnaqda 2. İndi 2-lərin sayı bu siyahıda neçə dənədir? Sətirdə 2 dənədir, düzdür? Ona görə də dırnaqda 2 həmin o say olaraq 2-yə vurulacağına görə artıq nəticə 2, 2 olacaq. Bu formada alınacaq. Daha sonra 0, 1, 2-dən sonra hansı qiymətləri var i-nin? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, düzdür? Baxın, bu elementlərdən hansılar ki, bu siyahıda var, sətirdə var daha doğrusu. Həmin elementlər buradakı sətirdəki elementlərin sayına vurularaq əlavə edilmiş olacaq. Yəni 0 var, 1 var, 2 var, 3 yoxdur sətirdə, 4 yoxdur, 5 yoxdur, amma 6 var. Bir dənədir. Deməli, sətir içərisində 6 1-ə vurulacaq, olacaq bir dənə 6. 7 yoxdur, 8 yoxdur, bir dənə də 9 var. Deməli, bir dənə də 9 əlavə olunacaq. Belə bir siyahı yaradılmış olacaq. Join vasitəsilə həmin o M sətiri
siyahısı daha doğrusu sətrə çevriləcək. Olacaq dırnağın içərisində 0, 1, 2, 2, 6 və 9. Daha sonra bu sətri də biz tam ədədə çevirəcəyik. Sadəcə olaraq 0 ilə bir ədəd başlamayacağına görə nəticəm olacaq tam tipdə 12, 2, 6, 9. Yəni 12269 olacaq B variantı. Daha sonra müəyyən bir əlifba ilə kodlaşdırılmış 20 simvoldan ibarət mətnin informasiya həcmi 140 bitdir. Neçə simvol var? Deməli, simvollarımızın sayı bizdə 20 dənədir. Həcmimiz də 140 bitdir. Bizdən soruşulur, deməli, əlifbada ən çox neçə simvol olduğu, yəni i bit. Deməli, buradan i biti müəyyənləşdiririk. Bizə deyir, əlifbada ən çox neçə simvol? Maksimum simvolların sayı, ən çox simvol dedikdə, əlifbanın gücü dedikdə, qüvvəti dedikdə n nəzərdə tutulur. Ona görə biz buradan n-i də tapmalıyıq. Birinci i-ni tapaq. Deməli, i bit bərabərdir. Bizim bir düsturumuz vardı. H bərabər simvolların sayı vurulsun i bit düsturu. Bu düsturdan i-ni tapmaq üçün h-ı, yəni 140 biti böləcək simvol sayına, yəni 20-yə. Nəticəmiz olacaq 7 bit. Ən çox simvolu necə tapırıq? N bərabər 2 üstü 7 düsturuna əsasən. Yəni 2 üstü 7 nəticəmiz olacaq 128. Yəni A variantı. Daha sonra belə bir sorğu verilmişdir. Tətbiq edilən sorğunu müəyyən edin. Aha. Deməli, birinci cədvəldən ikinci cədvəl alınıb. Görək necə alınıb burada. A 20-dir, A 10-dur, B 20-dir, A 30-dur, A, B var. Yenə B var. Aha. Amma C yoxdur. Tamam. O zaman C-ni götürmürük. Kodu C ilə başlamayanları ya da belə deyək də, kodu A və ya B ilə başlayanlar götürülsə, belə götürsək. Qiymət məsələsində də 800, 1500, 1100, 1020, 800, 1500, 1100, 1200 daha doğrusu. Bunlar götürülürsə, onda qiymət cədvəlində belə götürmək olar. Qiymət böyük olmalıdır 500-dən. Yox, 500-dən böyük olsa, bəs 900 də götürür axı. Yox, onda başqa necə yanaşa bilərik? Ad hissəsinə baxmaq olar. Kateqoriya T hərfi ilə başlayan və ya N hərfi ilə başlayan ola bilər. Bəli, bax, T ilə N ilə başlayan olsa telefon, notebook. Telefon götürüləcək, yenə notebook götürüləcək. Baxaq indi bir dənə variantlarda görək nə verilir. Deməli, kateqoriya notebook or kod A ilə başlasın, ən qiyməti 600-dən yuxarı olsun. Qiymət 600-dən yuxarı. Aha. Burada məsələ nədir? Qiymət 600-dən yuxarı deyirsə, eyni zamanda A ilə başlasın deyirsə, burada axı kodu B ilə başlayanlar da var. Ona görə bu uyğun olmayacaq. Çünki aldığımız sorğunun nəticəsində kodu B ilə başlayan da var. Kateqoriya notebook ən qiyməti 1000-dən yuxarı. 1000-dən yuxarı deyirsə, bu düzgün olmayacaq. Niyə? Çünki burada 1000-dən aşağı 800 də çıxıb ekrana. Ona görə bu sorğu da düzgün nəticə verməz. Kodu A ilə başlasın. Ən qiyməti 700-dən yuxarı olsun. 700-dən yuxarı olsun desə, onda 900 də götürməliydi. Amma 900 götürülməyib. Deməli, bu da bir düzgün belə deyək də variant deyil. Daha sonra kateqoriya notebook kod A ilə başlasın. Aha, kateqoriya notebook olsun. Eyni zamanda kodu A ilə başlasın. Kateqoriya notebook 2-dir. Eyni zamanda kodu A ilə başlasın. Onda 1 götürmək olar, 2-ni götürmək olar, 4-ü, 5-i götürmək olar, düzdürmü? Onda 1, 2, 4 və 5 götürüləcək. Kateqoriya notebook or kodu A ilə başlayan. 4-ü yox, üzrü sayın, 4 burada deyil. Deməli, 1-i, 2-ni, 5-i, 1, 2, 3, 5-i bizə dəqiqə. 1, 2, 4, 5 yox, 1, 2, 3, 5-i götürəcəyik. And qiyməti 600-dən yuxarı olanlar. 1, 2, 4, 5, 6. 1, 2, 4, 5, 6. Buradan ortaqlar hansılar olacaq? 1, 2, 5. 1, 2, 5. Nəticəm olacaq onda 1, 2, 5. Buna əsasən nəticə bu formada çıxır ekrana. Amma bizim nəticəmizdə 1, 2, 5, 6 çıxdı. Aha, gəlin bir dənə bunu dəqiq araşdıraq. Ola bilsin buradan səhv elədik. Bircə dəqiqə. Bax, kateqoriyası notebook olanlar hansılardır? 2-dir, 5-dir. Yazaq bura 2, 5, 2, 5. Or, kodu A ilə başlayanlar. Yəni 1, 3, 6. 6-nı bayaq yazmağı unutmuşuq. 1, 3, 6 and qiyməti də 600-dən yuxarı olanlar. 1-dir, 2-dir, 4-dür, 5-dir, 6-dır.
1, 2, 4, 5, 6. Oradan nəticə hamısı birləşəcək. 1, 2, 3, 5, 6. And burada da 1, 2, 4, 5, 6'dır. Onda nəticəm olacaq 1, 2 ortaqdır. 5, 6 ortaq. Nəticəm olacaq 1, 2, 5 və 6. Demək ki, doğru sorğu bu formada tərtib olunmalıdır. Daha sonra indi baxaq belə bir Python aid sual nümunəsinə. Deməli, müəyyən bir sətr verilmişdir. Aha. Sətrin elementi 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirsə. 0-dan fərqli olmaq nə deməkdir? Demək ki, həmin element təkdir. Təkdir. Həmin elementi onda nə edirik biz? Tam ədəd tipinə çeviririk və cəmləyirik. Aha. Deməli, həmin elementi tam ədəd tipinə çevirib M siyahısına əlavə edirik. Daha sonra da həmin siyahıda olan elementləri cəmləyirik. Demək ki, daxil edilmiş ədədin tək rəqəmlərinin cəmini tapan bir proqram yazırıq bu sayədə. Cəmini tapan proqram, yəni C variantı. Baxın, bunu gəlin bir xırda proqram üzərində baxaq. Deyək ki, misal üçün yazıram 2, 9, deməli 4, 5. Belə bir ədəd yazaq. Len n neçə olacaq bizdə? Bu dırnaq içərisindədir. Olacaq 4. İndi i bərabər 0 qiyməti ilə başlayıram. Yazılıb bura. Integer n i-ci element, yəni 0-cı element. 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? 0-cı element bizdə 2-dir. 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Buna deyirəm, yox. Yox deyəndə heç bir iş görmürük. İndi i bərabər 1 qiyməti ilə müraciət edirəm. Integer birinci element, yəni 9-un 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi deyirik? Hə. Deyir o zaman tam ədəd formasında M siyahısına bu elementi əlavə elə. Yəni M bərabər bir dənə 9 olacaq siyahının daxilində. Daha sonra i bərabər 2 qiyməti ilə müraciət edirəm. Integer n i-ci element, n ikinci element bizdə 4-dür. 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Buna deyirəm, yox, heç bir iş görməyəcəyik. I bərabər 3 qiymətində isə 3-cü element bizdə 5-dir. 5-in 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi deyəcəyik? Hə. Bu durumda M siyahısına 5 də tam ədəd tipində əlavə olunacaq. Yəni 9-un yanında bir dənə də 5 olacaq. Daha sonra sum M vasitəsilə siyahının daxilindəki elementlər cəmlənəcək. Gördüyünüz kimi daxil etdiyimiz ədədin tək rəqəmlərinin cəmini ekrana çıxartmış oluruq. Daha sonra Access proqramında verilənlərin tipləri hansılardır? Elə A variantı. Burada fraction kəsrəli tipdir. Bu Excel-dədir, Access-də deyil. Current var, number var, general yoxdur. Bu deməli Excel-dədir, bu da Excel-dədir, burada yoxdur. Bu da Excel-dədir, burada yoxdur. Nəticə olacaq A variantı. Daha sonra uyğunluğumuzu müəyyənləşdirək. Vektor qrafiki redaktorları, VBS-lər və nəşriyyatlar. Aha, vektora hansı aid olacaq? VBS-ə hansı aid olacaq? MySQL Yukon olacaq VBS. A, Y gedəcək 1-ə. A ilə Y getdi, 1 dirəm 2-yə daha doğrusu. Daha sonra deməli MySQL-i dedik, Yukon'u dedik. Adobe InDesign bizdə hansına aid olacaq? Adobe InDesign'da ikinci proqramda bizdə olacaq nəşriyyat sistemi. Olacaq CD burada və vektor qrafikası olacaq 1-ə B variantı. Olacaq BAYCD. BAC yox, BAYCD. Olacaq B variantı. Daha sonra davam edirəm növbəti sualla. Bu ifadənin qiymətini müəyyənləşdirək. Tamamdır. Deməli, 1536-nı gəlin elə buradan yazaq. Bir də burada qeyd eləməyim. Bir dəqiqə, bax, buradan. Burada bu ikisi ixtisar gedəcək. Burada gedəndə burada qalacaq 768 kilobayt. Burada da bunlar ixtisar gedəcək. Burada da qalacaq 1280 kilobayt. Bizdən nəticəni soruşur. 768 kilobaytla 1280 kilobayt toplayanda nəticə olacaq 2048 kilobayt. Baxırıq ki, variantlarda belə bir nəticə yoxdur. Onda gəlin bu kilobaytı gətirək megabayta. Kilobaytdan megabayta gəlmək üçün nə edirik? Kiçikdən böyük keçiriksə 1024-ə bölürük. 2048-i böləndə 1024-ə nəticəmiz olacaq 2 megabayt. Yəni D variantı. Daha sonra 16-lıq sayı sisteminin ən böyük 2 rəqəmli cüt ədədinin İkili sayı sistemində ifadə edin. 16-lıq sayı sisteminin ən böyük rəqəmi hansıdır? 16-lıq sayı sisteminin ən böyük rəqəmi F-dir. Doğru mu? F-in yanına elə bir ədəd yazmaq lazımdır. Bizdə 2 rəqəmli ədəd olsun və cüt olsun. Aha, cüt olması üçün F-yə yazsam əgər. Bu 14, bu 15. Görək bu cütü verəcək bizdə. Bu 16-lıq sayı sistemindədir. 10-luğa gətirək görək bu cüt olacaqmı? F bizdə 15 deməkdir. Vurulsun 16 üstü 1 və Y də 14 deməkdir. Vurulsun 16 üstü 0. 15-i 16-ya vuranda nəticəmiz 240 eləyəcək. Üzərinə də 14 gələndə nəticəmiz olacaq 254. Buradan alacağım 254. Demək ki, bəli cüt ədəddir. Onda bu ədədi mən ikilik sayı sisteminə çevirə bilərəm. F-Y ədədini
16-lıq say sistemindən ikili say sisteminə gətirmək üçün 8, 4, 2, 1 qaydasından istifadə edəcəyik. Y-ni almaq üçün, yəni 14-ü almaq üçün hansı ədədlərdən istifadə edirik? 8, 4, 12, 2 də buradan 14. 1, 1, 1, 0. Olacaq 1, 1, 1, 0. F almaq üçün hər bir rəqəmdən istifadə etmək lazımdır. Olacaq 4 dənə 1. Nəticəmiz bu formada ekrana çıxmalıdır. Deməli, 4, 3, 7 dənə 1, yanında bir dənə 0. Çox bir olan budur. 2, 4, 6, 7 dənə 1, 0. Olacaq bir variantı. Daha sonra indi baxaq bu sualımıza. A, B dəyişənlərin müvafiq olaraq 45 və 35 qiymətlərini alması üçün ilkin natural qiymətlərin cəmini müəyyənləşdirmək lazımdır. Deməli, ştrix metodu ilə getsək, yazırıq 1, 1, bura yazırıq 2. Yəni, əgər dəyişən öz qiymətini dəyişirsə, ştrixin sayını bir vahid artırırıq. Burada olacaq 1, burada olacaq deməli 2, 2, 1 və burada da olacaq deməli artıq 3-ə çevriləcək. 3, 2, 2. Aha. Deyir ki, A bizdə 45, B 35 olub. Deməli, A ən sonda burada öz qiymətini dəyişib 45 olub. B də ən sonda burada öz qiymətini dəyişib 35 olub. Aha. Bu 45 olubsa, onda yazıram. 45 bərabərdir. A2 üzərinə gəl B2. Bu durumda B2-nin dəyərini bayaq dedim, buradan 45 olub. Yazsam, 45 deyirəm, 35 olub. Yazsam belə, 45 bərabərdir. A2 üzərinə gəl 35. Onda A2-mizin dəyəri bizdə olacaq 10. Düzdür? İndi A2-nin yerinə burada 10 yazsam. Yəni yazsam belə 35 bərabərdir. 2 vurulsun 10. Üzərinə gəlinsin B1. Burada nəticəni neçə alacam? Deməli, B1 bərabərdir. 2 dəfə 10, 20. 35-dən də 20 çıxsam, nəticə olacaq bizdə 15. B1-i də tapıram 15. İndi məsələ nədir? A2-ni 10 tapmışam. Onu gətirib burada yerinə qoysam. 10 bərabər olacaq. A1 üstə gəlinsin 3-ə. Buradan da A1-in nəticəsini 7 tapmış olacam. İndi bizdə nəticə neçə olacaq onda? Qiymətlərin cəmi A1 üçün 7, B1 üçün 15 tapmışamsa 7, 5, 12 nəticə olacaq 22. Daha sonra deməli high color rejimində, yəni n bərabər high color deyək də bu formada olduqda bizim i bitimiz, yəni bir pikselimizin həcmi 16 bit olacaq. A vur B, yəni ümumi piksel sayı isə bizdə verilib 1024 vur 512. Bunu 2-nin qüvvəti ilə 2 üstü 10 vurulmuş 2 üstü 9 kimi yaza bilərəm. Bu məlumata əsasən bu qrafik informasiyanın həcmini müəyyənləşdirmək olar. H bərabər A vur B vur i bit düsturuna əsasən buradan yazırıq. AB bizdə 2 üstü 10 vur 2 üstü 9-dur. I bit də 16 bitdir. Onu da yazırıq 2 üstü 4 bit kimi. Və buradan nəticəni 14, 9 da oradan 2 üstü 23 bit tapmış oluruq. İndi bizdə variantlarda da əslində bir variant verilməyib. Sadəcə sürətlə bitlə olduğuna görə elə belə saxlaya da bilərik əslində. Sadəcə olaraq arxivləşdirmək lazımdır. Gəlin bunu kilobayta çevirək ki, arxivləşdirmək biraz rahat olsun. Bax, bitdən hara gəlirəm mən? Kilobayta gəlmək üçün ardıcılığımız bu formada idi. Bitdən gəlirdik bayta, baytdan da gəlirdik kilobayta. Burada 2 üstü 3 yazırdıq, burada da 2 üstü 10 yazırdıq. Və əgər kiçikdən böyük keçirdirsə 2 üstü 13-ə bölürdük. 2 üstü 23-ü mən 2 üstü 13-ə bölsəm, əsaslar eyni olduğuna görə üstlər çıxılacaq. Yəni 20-dən 13 çıxanda nəticə olacaq bizdə 10. 10 nə? 2 üstü 10 daha doğrusu kilobayt. Yəni 1024 kilobayt. İndi bizə deyir ki 25% sıxlaşdırılır. Aha, bu 1024 kilobayt bizim 100%-də olan həcmimizdir. Baxın, indi gəlin arxiv hissəsinə. 100%-də bizim həcmimiz 1024 kilobaytdır. Deyir ki, indi bu həcm deməli 25% sıxlaşdırılıb. Biz bilirdik ki, arxivləşdirmədə, sıxlaşdırmada yerdə qalan prinsipindən istifadə edirdik. Yəni 100%-də budursa, onda 25% arxivləşdirilibsə, yerdə neçə faiz qalıb? Qalıb 75%. Düzdür? Yazırıq onda 75%-də görəsən neçə kilobayt həcm. Bunu müəyyənləşdirmək üçün x bərabər 100 məxrəcdə 75 vurulsun 1024 sürətdə. 75 ilə 100 ixtisar gedər 25-ə. 3 qalar burada, 4 qalar burada. 1024 ilə 4 ixtisar gedəcək. Deməli, burada qalacaq 256. Burada qaldı 256. 256-nı da vursam 3-ə, nəticə olacaq 768 kilobayt. Bizim artıq potensial həcmimiz bu formada olacaq. İndi gəlirəm bu məlumatlara əsasən, baxın bu hissəni də müəyyənləşdirdik. İndi aldığımız sonuncu həcmə, yəni baxın bu həcmimizə əsasən sürətimiz də verilib. V bərabərdir. 768 vurulsun 2 üstü 10 bit bölünsün saniyə. Buradan mən T-ni müəyyənləşdirə bilərəm. Yazıram indi T bərabər H bərabər V vur T düsturuna əsasən H bölünsün V. H bizdə 768 kilobayt. 768 kilobaytı bitə gətirmək üçün 2 üstü 13-ə vururam. Vururam 2 üstü 13 bit.
Bölünsün məxrəcdə də 768 vurulsun 210 bit böl saniyə yazdıq. Biti yazırıq burada. Saniyəni çıxarırıq yuxarı. Nəticədə bunlar ixtisar gedəcək. Bir dənə qalacaq 213-ü 210-a böləndə 203, yəni 8 saniyə. Olacaq cavabımız 8, yəni D variantı. Daha sonra qonşuluq matrisindəki birlərin sayının sıfırların sayından nə qədər az olduğu müəyyənləşdirilməlidir. Burada neçə dənə təpə var? Deməli 1, 2, 2 dəqiqə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 dənə təpə var. 17 dənə bizə təpə sayıdır. Təpə sayı. Bu durumda 17-nin kvadratı bizə nəyi verəcək? Deməli 289 olacaqdır. Deməli bizdə ümumi təpənin kvadratı olacaq 289. İndi tillərin sayını müəyyənləşdirmək lazımdır. Bu 1, bu 2, bu 3, bu 4, 5, 6, 7. Doğrumu? 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 20. Bir də burada 24 bu qalıb, bəli. Bizdə ümumi 24 dənə til var. Til. Biz bilirdik ki, til sayını 2-yə vuranda birlərin sayını tapırıq. Yəni bunu vuranda 2-yə nəticə olur 48 dənə birlər. İndi nə edəcəm? Biz birləri tapdıq. Ümumi təpənin kvadratını tapdıq. Sıfırların sayını tapmaq üçün təpənin kvadratından birlərin sayını çıxmalıyam. Yəni 289-dan çıxsam əgər 48-i, mən bu vasitəsilə burada sıfırların sayını müəyyənləşdirə bilərəm. Deməli 289-dan çıxanda 48 nəticə olacaq 241. Demək ki 241 dənə də sıfırlar var. Amma bizdən nə istənilir? Sıfırların sayı nə qədər azdır birlərin sayından? Deməli burada 241-dən də mən əgər deməli 48-i çıxsam, sıfırlarla birlər arasındakı müqayisəni 193 tapmış oluram. Cavab olacaq buna əsasən A variantı. Daha sonra baxaq indi 73-cü suala. Deməli defa et belə bir sual nümunəsi verilmişdi. Gəlin bu sualı bir dənə Python-da yığım, çünki burada görmək biraz çətin olur. İndi baxaq sualımıza. Deməli S belə bir siyahı formasındadır. Biz defə müraciət edəcəyik buradan. Gəlin yazaq. Deməli onda belə edirik. Bunu bu formada götürək, yuxarı müraciət edək. Gəldik bu formada yuxarıya. İndi sıfırdan len x-ə qədərdir. Artıq bu siyahının daxili bir növ x kimi götürülür. Burada x nə qədər eləyəcək? 2, 4, 6, 8. Olacaq buradan 8. İndi başlayırıq. Deməli, i bərabər 0 qiyməti ilə başlayaq dövrə. Birinci dövrdə soruşulur. X i-ci element, yəni 0-cı element. Bu 1, bu 2, bu 3, 4, 5, 6, 7. 0-cı element 13-dür. Aha. Deyir ki, 13-ün 10-a bölünməsindən alınan qalıq böyüdürmü 13-ün 10-a bölünməsindən alınan tam hissədən? Deməli, burada 13-ün 10-a bölünməsindən alınan qalıq bizə verəcək 3-ü, tam hissə bizə verəcək 1-i. Böyüdürmü deyirik, hə. Aha, hə dediyimiz halda n siyahısına daha doğrusu əlavə olunacaq həmin element 0-cı yerə. Deməli, n bərabər olacaq həmin element, yəni deməli, i-nin özü 0. Nəticəmiz olacaq 0. Deyir, i-nin özünü əlavə elə. Daha sonra qalxırıq ikinci dövrə. i bərabər 1 qiyməti ilə müraciət edirik. Birinci element 30-dur. 30-un 10-a bölünməsindən alınan qalıq 0, tam hissə isə deməli 3 olacaq. 0 böyüdürmü 3-dən? Deyirəm, yox. Heç nə əlavə etmirik. i bərabər 1 qiyməti. Birinci elementimiz 1 deyirəm 2 qiyməti. İkinci elementimiz 48-dir. 10-a bölünməsindən qalıq 8, tam hissə isə 4-dür. Böyüdürmü? Deyirik, hə. Deyir o zaman n siyahısına necə əlavə et həmin elementi? N bərabər bu 0-cı elementdir də. Deyir ki, birinci mövqeyə 1 deyirəm, burada 2-dir. İkinci mövqeyə deməli 0-cı mövqeyə daha doğrusu 2-ni əlavə elə. Deməli bu 0-cı mövqeyə 2-ni əlavə edəcək. Yəni 0 atacaq bundan sonraya 2-ni bura əlavə edəcək. Nəticə olacaq bu formada. Hansı elementlərdə biz əlavə etmə funksiyasını yerinə yetiririk? Baxırıq ki, bizim siyahımızda əgər ədədin ona bölünməsindən alınan qalıq hissə tam hissədən böyükdürsə, o zaman həmin elementi indeksini siyahının əvvəlinə əlavə edəcək. Bax, indi bu hansı elementdir? 48-i götürdük. Burada qalıq hissə tam hissədən böyük olmayacaq. 27-də 7 2-dən böyükdür. Bunu əlavə edəcək. Onda 5 əlavə olunacaq əvvəlinə. Bura bir dənə də 5 əlavə olunacaq. Bir də burada 1 2-dən böyük olmayacaq. Amma 9 1-dən böyükdür. Bir dənə də 7 əlavə olunacaq. Nəticə olacaq 7, 5, 2, 0. Bu formada siyahının daxilində, yəni bu formada 7, 5, 2, 0 nəticəsi çap edilmiş olacaq. Gəlin bir dənə Python'da da baxaq buna. Deməli, burada run eləyəndə
nəticəni bu formada görmüş oluruq. Baxın, bu yazılır, bu yazılır. Hər dəfə əlavə edəcəyimiz elementi siyahının ən əvvəlinə, 0-cı mövqeyinə əlavə edir. Yəni, ardıcıl düzülmür, ha, tərsinə düzülür bir növ. Aha, buna əsasən nəticəmiz olacaq, deməli, 7, 5, 2, 0, Y variantı. Daha sonra ABC müxtəlif sadə rəqəmlərdir, tamam. ABC 8-lik say sistemindədir. Ən böyük ədədin 16-lıq say sistemində qarşılığını müəyyən edir. Demək ki, bir ABC ədədidir. 8-likdə ən böyük ədəd götürməliyik. Və ədədlər sadə olmalıdır. 8-lik say sisteminin rəqəmləri hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7. Bunun sadə rəqəmləri hansılardır? 3, 5, 7. Onda ən böyükdən yola çıxsam A olar 7, B olar 5, C olar 3. Demək ki, bu ədəd 8-likdədir. Mən bunu 16-lığa gətirmək üçün birinci gətirməliyim 2-lik say sisteminə. 3-ü hansı elementlərdən alıram? 4, 2, 1 qaydasına əsasən. 2 ilə birinci əmindən. Olacaq 0, 1, 1. 5-i almaq üçün 1, 0, 1. 7-ni almaq üçün 3 dənə 1-dən istifadə edəcək. Olacaq 3 dənə 1, 1, 0, 1 və 0, 1, 1. Dəqiqə, 1, 1. Aha. İndi bu ikili ədədi gətirməliyim 16-lıq say sisteminə. 4, 4 parçalayacağım. 8, 4, 2, 1 əsasən. 8, 2, 11 ilə buradan 11. Olacaq B. Buradan parçalayanda 8, 4, 2, 1 əsasən. 8, 4, 12. 2 də buradan 14 eləyəcək. 14 bizdə hansı idi? A, B, C, D. 10, 11, 12, 13. 14 də Y-dir. Aha, olacaq Y və bura sıfırlar əlavə edilməlidir. 8, 4, 2, 1 əsasən bu da olacaq 1. Nəticədə 1Y, B ədədini 16-lıq say sistemində əldə etmiş oluruq. Yəni cavab olacaq C variantı. Elektron cədvəl fraqmentimiz verilmişdir. Düstur müəyyənləşdirmək lazımdır. Aha, çevrilmə 1024-dür. Deməli, məsələ nədir? Gigabaytı kilobayta gətirmək lazımdır. Gigabaytı kilobayta gətirirsə biz nə edirik normalda? Yəni adi belə deyək də çevrilmə prosesində. Ardıcıllığımız bu formada idi. Bitdən gəlirdik bayta, baytdan gəlirdik kilobayta, oradan gəlirdik megabayta, oradan da gəlirdik gigabayta. Aha. Mən əgər gigabaytdan kilobayta gəlirəmsə, burada da 2 üstü 10 var, burada da 2 üstü 10 var. Onda mən bu verilmiş ədədi 2 üstü 20-yə vurmalıyam. Yəni, mənim 1024-üm B1-ci sətirdədir. B1-ci xanadadır daha doğrusu. Onda mən həmin o əlimdəki ədədi B1-ə 2 dəfə vurmalıyam ki, verilmiş gigabaytla olan ifadəni kilobayta çevirə bilim. Bax, məsələ nədir? Misal üçün, yazıram 2 gigabaytım. Neçə kilobaytdır? Bunun üçün 2-ni vururam 2 üstü 10-a, vururam 2 üstü 10-a, deyirəm 2 üstü 21 kilobaytdır, düzdür? Baxın, o 2 üstü 10-da bizdə B1 xanasındadır. Ona görə də B1-ə 2 dəfə vurmalıyam ki, mən onu deməli gigabaytdan kilobayta gətirim. İndi buna əsasən düsturu müəyyənləşdirək. Deməli, burada hansı xana olacaq? C4, yazıram C4, vurulsun B1, vurulsun B1. İndi bunu növbəti xanada yazsın. Misal üçün, bu xana üçün yazıram. Burada C6'dır. Yazıram C6 vurulsun. İndi baxın, B1 xanasını mən mütləq ünvan kimi yazmalıyam. Çünki əks halda sürüşdürülmə zamanı B1 B2-yə, B3-ə dəyişdiriləcək. Axı mənə lazımdır ki, bu xanadan hər dəfəsində istifadə edeyim. Ona görə də mən B1-i mütləq ünvan kimi göstərməliyəm. Yəni B-nin də qarşısında, 1-in də qarşısında dollar yazmalıyam. Onda bu formada olacaq. Dollar B, dollar 1 vurulsun yenə dollar B, dollar 1. Aha, buna əsasən hansı sualımızda, daha doğrusu cavabımız doğru olacaq? Deməli, bu variantda niyə mötərizə olub ki? Mötərizəyə nə ehtiyac var idi burada? Bircə dəqiqə. Dollar 1, dollar 1. Olacaq bizdə onda nəticə Y variantı olmaz. Yox, Y variantı olmayacaq. Hər ikisində var, amma burada olmasın axı. Bu bizə lazım deyil. Onda hansını götürməliyik biz? Buna əsasən doğru cavabım hardasa A variantıdır. Niyə deyə soruşsaz. Çünki əgər mən burada sətrin qabağına mütləq dollar qoysam, sətir burada bilsin necə sütun üzrə dəyişir də, zaten sütun dəyişmir. Yəni bax, burada o düsturun sürüşdürülməsi sütun üzrə gedir. Əvvəl C4-ü götürürsən, sonra C5-i götürürsən. C5-i götürürsən, sonra C6-ı götürürsən. Yəni sətir bir vahid artır. Ona görə də sütunun qabağına dollar qoymasaq belə, zaten sütun dəyişməyəcək. O səbəbdən A variantı doğru bir variantdır ki, biz burada dəyişdirməməliyik. Daha sonra davam edirəm növbəti suala. İnformasiyanın təqdim olunma formaları. Video, qrafik, səs, ədəd, video, mətin, ədəd. B variantı. Aha, nəticəmizi müəyyənləşdirək. Deməli, if else verilib, iç-içə iflər var. Deməli,
A 8, B 3. Tamam. 8-dən 3 çıxacam, eləyəcək 5. 5 kiçikdirmi B-dən, yəni 3-dən? Buna deyirəm, yox. Yox deyirəmsə, düşürəm else qoluna. Else yazılıb. A-nın B-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Yəni 8-in 3-ə bölünməsindən alınan qalıq bərabərdirmi 1-ə? 8-i biz 3-ə böləndə 3 dəfə 2 6, qalıqda 1 qalır. 1 yox, 2 qalır, üzr sayın. Yəni 2 bərabərdirmi 1-ə? Buna da deyirəm, yox. Yox dediyimə görə bu ifin baxın else qolu buradadır. Düşürəm bura. Onda A bərabər A plus 1. A 8-dir. Bir vahid artanda olacaq 9. Və sərbəst yerinə yetiriləcək buradan. C bərabər A plus B. C bizdə A plus B-ni cəmləyəcək. Yəni 9-dan B də bizdə 3-dür. 3-ü cəmləyəcək olacaq 12. Nəticə olacaq 12. Burada misalın bir hissəsi düşməyib. Deməli, normalda bu olmalıdır belə. B-nin 2-yə bölünməsindən alınan tam hissə. Bu durumda artıq nəticə dəyişəcək. Olacaq A bizdə 9-dur, üzərinə gəl. B də bizdə 3-dür. 3-ün 2-yə bölünməsindən alınan tam hissə. Yəni 9-un üzərinə 1 gələcəm, nəticə olacaq 10. Amma sırf bu verilmiş halda nəticəmiz 12 idi. Bu formada cavab olacaq B variantı. Daha sonra belə bir məntiqi sual nümunəsi verilmişdir. Baxaq, deməli, mülahizələri müəyyənləşdirək. Səidə bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Onda Səidə deməli birinci yerdədir. Birinci yerə digərləri üçün minus yazıram. Eləcə də Səidə üçün digər yerlərə minus yazıram. Emil və Kənan sonuncu deyirlər. Deməli, onda Emillə Kənan 5-ci yerdə deyil. 5-ci yer üçün Emillə Kənana minus qoyuram. Leyla Səidənin çıxmaq şərti ilə digər şagirdlərdən daha yüksək xal toplayaraq onlardan önə keçib. Deməli, onda Səidədən aşağı digərlərindən yuxarıdırsa, onda Leyla olacaq ikinci yerdə. Buradan digərlərinə minus qoymuş oluruq. Daha sonra Kənanın nəticəsi Emildən yaxşıdır. Emil ilə Kənana baxanda görürük ki, bu ikisinə qalır 3-cü və 4-cü yerlər. Əgər Kənan Emildən yaxşıdırsa, onda Kənan 3 olacaq, Emil 4 olacaq. Bu durumda bunlara da minus qoyanda Murad üçün 5-ci yer qalmış olur. Bizə deyir Emil turnirinin neçənci yerdədir? Emil turnirdə 4-cü yerdə qalmış olur. Yəni olacaq A variantı. Daha sonra davam edək növbəti suallar. Deməli, diskdə yerləşən faylların adları və informasiya həcmləri cədvəldə verilib. Tamam. Qrafiki fayllar silindikdən sonra diskdə əlavə nə qədər boş yer yaranır? Qrafiki fayllarımız hansılardır? Qrafiki fayllar PNG-dir. ODG-dir, AVI səsdir, MPG videodur, bir də TIFF formatında olan fayldır. Onda belə deyək, bunların həcmlərini müəyyənləşdirək. Deməli, 2 kilobayt bu faylın öz həcmidir. 2 kilobaytlıq bir həcm 8 kilobaytlıq klasterlərə yığmaq üçün bizə bir dənə klaster lazımdır. Bu da olacaq 8 kilobayt. İkinci faylımız 15 kilobaytlıq bir fayldır. Bunu 8 kilobaytlıq klasterlərə yığmaq üçün bizə deməli neçə dənə klaster lazımdır? 15-i 8-ə bölsəm 1 tam nə qədərsə düşəcək də. Biz deyəcək 2 dənə klaster lazımdır. Deməli, burada düşəcək 1 tam 875. Mən bunu yuvarlaq edib 2 dənə klaster götürəcəm. Əgər bir klasterin tutumu 8 kilobaytsa, ikisinin tutumu eləyəcək 16 kilobayt. Daha sonra 3-cü faylımızda 9 kilobaytlıq bir fayldır. Bunu 8 kilobaytlıq klasterlərə yığmaq üçün yenə 8-ə böləcəm. Nəticəmiz olacaq 1 tam 125. Bunu da yuvarlaq edib yenə 2 götürəcəm. Bu da yenə 16 kilobaytlıq bir həcmi vermiş olacaq mənə. Daha sonra bu 3 faylın klasterdə diskdə tutduqları yer nə qədər olacaq? Toplayanda 32, 8 də buradan eləyəcək 40 kilobayt. Bizə deyir ki, grafiki fayllar silindikdən sonra əlavə nə qədər boş sahə yaranacaq? Deməli, qrafik fayllar silinəndə qrafik faylların tutduğu yer qədər boş sahə yaranacaq. Yəni, onda nəticəmiz olacaq 40 kilobayt. Daha sonra, deməli, baxırıq belə bir sual nümunəsinə. Belə bir siyahımız verilmişdir. N bərabər len A yazılır. Deməli, A siyahısının elementlərini saymaq lazımdır. Nömrələsək 0, 1, 2, 3, 4, 5, 6, onda sayanda 7 çıxacaq. Daha sonra n-1-dən burada nəticəm olacaq 6. İndi proqramı analiz etsək, görək bizə nə istənir? A-inci element. Aha. Yəni elementin özünün 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, yəni elementin özü cütdürsə, eyni zamanda həmin elementin yanındakı element təkdirsə, o zaman bu hesablamanı aparmaq lazımdır. Aha. İndi i bərabər 0 ilə başlasaq. Deməli, A0-cı element 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? A0-cı element bizdə 10-dur. 10-un 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirəm, hə. O zaman içərisindəki ifə baxıram. Bura qeyd olunub. A birinci element, yəni 0-ın üzərinə 1 gələcəm, olacaq 1. Bunun 2-yə bölünməsindən alınan qalıq fərqlidirmi 0-dan? A birinci element bizdə 3-dür. Bəli, 3-ün 2-yə bölünməsindən alınan qalıq fərqlidir 0-dan. Bu durumda buna da hə deyəcəyik. Hə dediyimiz halda bizim nəticəmiz necə olacaq? S bərabərdir. S plus S bizdə 0-dır. 2 vurulsun deyə 2 dəfə 0 eləyəcək. 0 üzərinə gəl 1. Nəticəm olacaq 1.
İndi i bərabər 1 qiymətinə baxıram. A birinci element bizdə 3'dür. 3'ün 2'ye bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirəm, yox. Artıq bundan heç bir gedişat təyin etmək mümkün deyil. I bərabər 2 qiymətinə baxıram. A ikinci element bizdə 6'dır. 6'nın 2'ye bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Hə. A ikinci element 8'dir. 8'in 2'ye bölünməsindən alınan qalıq fərqlidirmi 0-dan? Buna artıq deyirəm, yox. Bu durumda bununla da heç bir iş görmək mümkün deyil. Onda i bərabər 3 qiymətinə baxacağım. Üçüncü elementimiz 8'dir. 8'in 2'ye bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Və dördüncü elementimiz 5'dir. 5'in 2'ye bölünməsindən alınan qalıq fərqlidirmi 0-dan? Deyirəm, hə. Bu durumda artıq bir iş görəcəyik. Deməli, s bərabər olacaq. S-in əvvəlki dəyəri 1'dir. Üzərinə gəl 2 dəfə i, yəni 2 dəfə 3 eləyəcək. 6 üzərinə gəl 1. 6 2 də buradan alacağım 8. İndi i bərabər 4 qiymətinə baxıram. Dördüncü elementim bizdə 5'dir. 5'in 2'ye bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirik, yox, heç bir iş görülməyəcək. İndi i bərabər 6 ilə 6 deyirəm, üzr istəyin, 4'dən sonra 5 gəlir. 5 ilə dövrə gedik. 5-ci elementimiz 14'dür. 14'ün deməli 2'ye bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Deyirəm, hə. 14'ün yanındakı element 7'dir. 7'nin bəs 2'ye bölünməsindən alınan qalıq fərqlidirmi 0-dan? Ona da deyirik, hə. Bu durumda s 8'dir. Üzərinə gələcək 5 dəfə 2 10, üzərinə gələcək 1. 18 bir də buradan nəticəm olacaq 19. Bununla da dövrü başa vurmuş oluruq. Nəticə olacaq buna əsasən A variantı. Bu qədər. Daha sonra belə bir blok sxem verilmişdir bizə. Gəlin indi bu blok sxemin nəticəsini müəyyənləşdirək. Deməli, A 220'dir, B 20'dir, C 10'dur. Tamamdır. A minus B böyüdürsə C'dən, o zaman A'nı 10 vahid azaldırıq, B'ni 5 vahid artırırıq, C'ni 15 vahid artırırıq. Proqramın nəticəsi olaraq B istənilir bizdən. Tamamdır. Gəlin indi bunu digər səhifədə işləyək. Deməli, A bizdə 220'dir. 220'dən çıxırıq B-ni, yəni 20'ni. Bu böyüdümü C-dən, yəni 10'dan. 220'dən 20 çıxanda 200 eləyəcək. 200 böyüdümü 10'dan, buna deyirik, hə. A bərabər olacaq A çıx 10. Yəni 220'dən 10 çıxacaq, olacaq 210. B də bərabər B plus 5. 25 vahid artacaq, olacaq 25. C də bərabər C plus 15. 10, 15 vahid artanda olacaq 25. Qaydıram yuxarı dövrə. A minus B. 210 çıxılsın 25. Nəticə olacaq 185. 185 böyüdümü C-dən, yəni 25'dən, buna deyirik, hə. Bu durumda düşürük aşağı. A bərabər 210 10 vahid azalanda 200 olacaq. B də bərabər 25 5 vahid artanda 30 olacaq. C də bərabər 25 15 vahid artanda olacaq. Deməli 2 1 3 bədi 4 olacaq 40. İndi qaydıram dövrə. 200'dən çıxanda 30'u nəticə bizdə nə olacaq? Olacaq 170. 170 böyüdümü C-dən, yəni 40'dan deyirik, hə. Onda A bizdə olacaq 200'dən çıxacaq 10, yenə olacaq 190. B olacaq 30'un üzərinə 5 gələndə 35. C də olacaq 40'ın üzərinə 15 gələndə 55. İndi qaydırıq dövrə. 190'dan çıxanda 35'i nəticə olacaq 155. 155 böyüdümü 55'dən deyirəm, hə. O zaman A bizdə olacaq 190'dan deməli 10 çıxacam 180. B də olacaq 35'in üzərinə 5 gələndə 40. C də olacaq 55'in üzərinə 15 gələndə deməli 5 5 10, 5 1 6 70 olacaq. İndi qaydırıq dövrə. 180'dan 40 çıxmalıyıq. 180'dan çıxanda 40, nəticəm olacaq 140. 140 böyüdümü 70'dən deyirəm, hə. Bu durumda A olacaq bizdə 180'dan 40 çıxanda 40 deyirəm, 10 çıxanda olacaq 170. B 5 vahid artanda 45 olacaq. C də 15 vahid artanda 85 olacaq. Aha. İndi qaydırıq dövrə. 170'dən 45 çıxsam, 170'dən çıxanda 45'i nəticəni alıram 125. 125 böyüdümü C-dən, yəni 85'dən, buna da deyirik, hə. O zaman A bizdə olacaq 170 10 vahid azalanda 160, 45 5 vahid artanda 50, 85 də 15 vahid artanda 100. İndi davam edirik növbəti dövrlə. Deməli, buradan aldım 100. İndi növbəti dövrümüzdə biz nəyi yoxlayacaq? 160'dan çıxacaq 50'ni. Nəticə bizdə necə olacaq 160'dan 50 çıxanda? Olacaq 110. Aha, 110. 110 böyüdümü 100'dən, buna da hə deyəcəm. Bu durumda A olacaq bizdə 160 10 vahid azalanda 150, B olacaq 55 vahid artanda 55, C də olacaq 115 vahid artanda 115. 150'dən çıxanda 55'i
Nəticə olacaq 95. 95 böyükdürmü C-dən, yəni 115-dən? Bu dövrə yox deyib çıxırıq. Nəticədə B üçün son dəyəri 55 tapmış oluruq. Bu da olacaq bizdə A variantında. Bu sualı qısa olaraq necə düşünmək olar? Bir dənə baxaq. Deməli, A bizdə 220-dir. Düzdür? 220-dən hər dövrdə 10 çıxılır. Bax, 220-dən hər dövrdə 10 çıxırıq. Amma bilmirik neçə dəfə çıxırıq. B isə bizdə neçədir? Bu deyək ki, bu birincidə də A-dır daha doğrusu. Minus B isə bizdə 20-dir. 20-nin üzərinə isə hər dövrdə 5-i gəlirik. Düzdür? 20-nin üzərinə hər dövrdə 5-i gəlir. Gəlin belədir. Mötərizəni bu birisinə yazaq. Yəni bu minus 20-nin üzərinə hər dövrdə gəlirəm 5-i, amma bilmirəm neçə dəfə gəlirəm. Mötərizəni bağlayıram. Bu böyükdürmü C-dən? C də bizdə 10-dur. Hər dövrdə 15 vahid artır, amma bilmirəm neçə dəfə artır. Bundan biz dövr sayını müəyyənləşdirmək istəsək, necə bir nəticə alarıq? Yazıram 220 çıxılsın 10x, çıxılsın 20, çıxılsın 5x, böyük 10 üzərinə gəl 15x-a. Buradan 220-dən 20 çıxacam, eləyəcək 200, minus 15x, böyükdür 10 plus 15x-a. Bunu bu tərəfə gətirsəm, 200 çıxılsın 15x, çıxılsın 10, çıxılsın 15x, böyük 0 yazsam. Burada nəticəni necə əldə eləyərəm? 200-dən 100 çıxacam, olacaq 10 çıxacam, olacaq 190, düzdürmü? Minus 15, 15 bizə 30-u verir də, düzdür? 30x böyük 100. İndi buradan 30x böyükdür. 190 yazıb, x-i neçə tapa bilərəm? 190-ı böləndə 30-a nəticəm olacaq 6 tam nə qədərsə. 6 tam nə qədərsə. İndi. Əgər mən burada dövr sayını 6 götürsəm, yəni x-in yerinə gətirib 6 qoysam, görün bu son şərtdə yox deyə bilirəmmi? Onu tapmalıyam. Bura 6 qoyanda 6 dəfə 10 eləyəcək 60. Deməli, mən onda 220-dən çıxmalıyam 60-ı. Burada da 6 qoyanda 5 dəfə 6 30 eləyir. Üzərinə də 20 gələndə, yəni belə eləyək də 60 çıxılsın 20 çıxılsın deməli 25 dəfə 6 30. 30 böyükdürmü? Burada 6 qoyanda 15-i 6-ya vuranda nəticəm olacaq deməli 90. Onu da buradan eləyəcək 100. Aha. İndi buna mən yox deyə bilirəmmi? Ona baxmalıyam. 220-dən çıxanda 60-ı nəticə olur 160. Bundan 20 çıxsam 140, 30 da çıxsam eləyəcək 110. Baxın, buradan alıram 110 böyük 100. Mən bu şərtə yox deyə bilmirəm, hə deyirəm. Ona görə də 6 yox, 1 vahid artıq. Mən 7 götürməliyəm. 7 götürüb indi bu şərti yoxlasam, yəni burada 6 yox, 7 olsa, onda bizim bu şərtimizə yox deyə bilirikmi? Ona baxmalıyıq. Burada 7 olsa, eyni zamanda burada da. Onda 220 çıxılsın 70, çıxılsın 20, çıxılsın 5 dəfə 7 35, böyük deməli 15-i vuranda 7-yə olacaq bizdə 105, üzərinə də 10 gələndə eləyəcək 115, 115. Görək bu şərtə yox deyə bilirikmi? Deməli 220-dən çıxanda 70-i, ondan da çıxanda 20-ni, çıxanda 35-i, nəticəmiz olur 95. Bəli, 95 böyükdürmü 115-dən? Bu şərtdə yox deyib dövrdən çıxa bilirəm. Demək ki, doğru tapdım. Dövr sayım olacaq 7. İndi bizdən soruşulur B. Baxın, bu 220 minus 10 hissəsi bizdə A hissəsi idi. B hissəsi ikinci hissədir, bu hissədir. C də bu hissədir. Onda B-ni tapmaq üçün nə edəcəm? Baxın, bu mötərizənin daxilini hesablayacağım. Mötərizənin daxili də 20 üzərinə gəl 35-dir. 20-nin üzərinə də 35-i gələndə nəticəni 55 tapmış oluram. Yəni, bu formada dövr sayını müəyyənləşdirərək də biz A-nı, B-ni, C-ni tapa bilirik. Nəticəmiz olacaq hər iki halda A variantı. Daha sonra indi yenə Python'ımız verilib bizə. Deməli, belə bir sətir daxil edilir. Tamamdır, input'a. Split boşluqdan parçalayıb siyahıya çevirəcək bunu. Daha sonra, bu biraz qarışıq görsənir. Siyahıya çevriləcək. Daha sonra da buradan W siyahısına, yəni baxın, bu siyahıya bir-bir müraciət edəcəyik biz. Aha. Onda necə olacaq burada proses? Və C üstə gəl, deməli, misal üçün bir elementi götürəcəyik. Misal üçün olsun artificial. Birinci element olacaq belə. Deyək ki, artificial. Burada E.find i-ni tapacaq, indeksini tapıb C-yə cəmləyəcək. Aha, onda biz bu proqramın gedişatını necə müəyyənləşdirə bilərik? Baxın, hər bir elementdə i-lərin indeksini götürəcək ayrı-ayrılıqda və cəmləyəcək. Proses bu formada getməlidir. İndi bir dənə görün, mən bunu kopyalaya bilərəmmi ki, rahat olsun mənim üçün. Kopyalanır, amma görün necə kopyalanacaq.
Aha, baxın burada yapışdırdım mən bunu. İndi bunu mən deyək ki yazıram W, bir dəqiqə. Buraya yazaq W bərabərdir S.split boşluqdan parçala, bu formada yaz da. Buradan W-nu soruşanda baxın biz. Nəticəmiz olacaq bu formada. Yəni hər bir element ayrı-ayrılıqda siyahının daxilinə əlavə edilmiş olacaq. Daha sonra da for vasitəsilə bu elementlərin hər birinə tək-tək müraciət edəcəyik. İndi gəlin digər səhifədə bunları ümumiləşdirib yazın. Aha, indi başlayırıq. Deməli, I hər dəfə W-nun bu elementlərinə müraciət edəcək. Bu bizdə W üçün alınan son siyahıdır. Deməli, başlayalım da. Deməli, I bərabər olacaq. Birinci deyək ki, bu elementimiz. Baxın, bu birinci elementi götürdük. Bu elementi də C neyəcək? C gedəcək, I-lərin indeksini götürəcək. Deməli, 0, 1, 2, 3. I-nin ilk rast gəldiyi element I hərfi də 3-cü indeksdədir. Onda C vasitəsilə biz 3-ü cəmləyəcək sadəcə. 0 üstə gəlir 3 olacaq 3. İndi I bərabər növbəti sətrimiz olacaq. Bu ikinci yazılır. İndi bunu mənimsədəcəyik. Deməli, burada isə I bizdə baxın 0-cı indeksdədir. Ona görə C bərabər olacaq 3 üstə gəl 0, yenə 3. Daha sonra I bərabər olacaq iz sətrində. Bax, burada götürəcəm. Olacaq bizdə iz sətri. Gətirək bunu da qoyaq bura. Aha. Olacaq iz sətri. İz hansı indeksdədir? 0-cı indeksdə. Onda C bərabər olacaq yenə 3 üstə gəl 0, 3. Daha sonra indi I bərabər dırnaqda A-nı götürəcək. Baxın bu sonuncuna. Burada isə I olmadığına görə find funksiyası bilirdi ki, axtarılan elementi tapmayanda nəticəni -1 qaytarır. Ona görə də C bərabər 3 üzərinə gəl -1 yazacağıq burada. Nəticə olacaq bizdə 2. Daha sonra I bərabər burada branch sətri olacaq. Burada da yenə nəticə -3 olacaq. -1 olacaq daha doğrusu. Çünki burada da I hərfi yoxdur. Ona görə C bərabər olacaq 2 üzərinə gəl -1, nəticə olacaq 1. Və I bərabər of sətrini götürəcək. Of sətrində yenə də I hərfi olmadığına görə C olacaq 1 üstə gəl -1 bərabər 0. Nəhayət, I bərabər science sətrini götürəcək. Science sətrini götürəndə də burada görəcək I-nin indeksi neçədir? 0, 1, 2. Nəticə olacaq 2. C bərabər olacaq 0 üstə gəl 2. Nəticəmiz 2 alınmış olacaq. Buna əsasən olacaq cavabımız D variantı. Baxırıq indi 84 nömrəli sual nümunəsinə. Deməli 0, 1, 2 qaydası ilə hər bir ədədi gətirməli yoğunluq sayı sisteminə. Yazıram 1 vurulsun x kvadrat üzərinə gəl 0 vur x üstü 1 və 0 vur x üstü 0 bərabər 5x üzərinə gəl 2-nin üstü 1 və 4x üzərinə gəl 2-nin üzəri 0. Buradan alırıq x kvadrat bərabər 5x üstə gəl 10 üstə gəl 4. Nəticədə alınır x kvadrat üzərinə gəl 5x, üzərinə gəl yox, bərabərdir. Bərabər 5x üzərinə gəl 14 və x kvadrat çıxılsın 5x çıxılsın 14 bərabər 0 yazırıq. Buradan diskriminantdan deməli 25 minus 4 AC-dən 14-ü 4-ə vurduqda nəticə 56 eləyəcək. Deməli, burada minus olduğuna görə bunu plus götürəcək. 56 ilə da 25-in cəmi bizə 81 vermiş olacaq. x1, 2-ni müəyyənləşdirəndə kök altı 81-dən nəticəmiz 9 gəlir. Deməli, belə yazırıq da, -B plus minus 9 diskriminant olur da. 5 üzərinə gəlinsin 9 bölünsün 2. Nəticə olacaq 14-ü 2-yə böləndə 7. Say sisteminin əsası olacaq 7. X2-nin dəyəri mənfi olacağına görə mənfi də say sisteminin əsası ola bilməz. Ona görə də 7-ni götürmək lazımdır. Blok sxemə əsasən çap olunacaq qiymətin 28 olması üçün n-ə daxil olacaq ən kiçik natural dəyəri müəyyən edin. Aha. Ən sonda A üçün 28 çapa getməlidir. Tamam. Buradan olmalıdır 28. Deməli, indi hissə-hissə gedək. Bax, A bizdə 4-dür. Deməli, 4-ün üzərinə hər dövrdə 8 gəliblər. Aha, 4-ün üzərinə hər dövrdə 8 gəliblər, amma bilmirəm neçə dəfə gəliblər. Ən sonunda nəticəni 28 alıblar. Buradan o neçə dəfəni tapmaq üçün 8x bərabər 24, x-i 3 tapacam. Deməli, 3 dəfə dövr eləmişəm. Bizə lazımdır n üçün daxil edilə biləcək qiymət. Deməli, n bizdə bilmirik neçədir. N isə hər dövrdə 5 vahid artır. Deməli, neçə dəfə 5 vahid artacaq? 3 dəfə. Çünki 3 dəfə dövr eləyir. Bu kiçik bərabərdir. 50 şərtinə mən yox deməliyəm. Sonuncu şərtim bu olmalıdır. Buradan 50-dən çıxanda 15, nəticəmiz olacaq 35. N kiçik bərabər 35 olacaq. İndi məsələ nədir? 35-i qoysaq yerinə, 35 ilə 15-in cəmi bizə 50-ni verir. 50 kiçik bərabərdir mi? 50-yə hər deyirik. Ona görə 35 yox, bir vahid artıq 36 götürmək lazımdır ki, 36 ilə 15-in cəmi bizə versin 51-i. Deyəndə ki, 51 kiçik bərabərdir mi 50-dən? Bu şərtə yox deyib dövrdən çıxa bilək.
Ona görə də bir nəticəmiz olacaq bizdə 36. Digərini tapmaq üçün bir əvvəlki dövrə müraciət etmək lazımdır. Yəni n-in üzərinə gəlməliyəm 5-i bu dəfə 2 dəfə olmalıdır. Kiçik bərabər 50 şərtinə hə deməliyəm. Hə deyə bilmək üçün 5 dəfə 2 eləyəcək 10, 50-dən 10 çıxacaq eləyəcək 40. Nəticə burada olacaq 40. Demək ki, bir cavabım 40-dır, digəri 36-dır. Mənə ən kiçik qiymət lazım olduğuna görə 36-nı götürmüş olacağam. Daha sonra n 9 olmalıdır, m 3 olmalıdır. Buradan 9 almalıyam, buradan 3 almalıyam. Baxaq indi dövrümüzə. Deməli, ədədin ona bölünməsindən alınan qalıq götürülür və tam hissəyə götürülür. Burada ədəd kiçilir. Əgər verilmiş, alınmış qalıqlar daha doğrusu, hər hansı bir ədədin ona bölünməsindən alınan qalıqlar təkdirsə, yəni ədədin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabər nə deməkdir? Həmin ədədlər təkdir deməkdir. Əgər bu ədədlər təkdirsə, bu durumda n vasitəsilə həmin qalıqlar cəmlənir. Aha, m isə hər dövrdə bir vahid artır. Onda bizdə söhbət 3 rəqəmli ədəddən gedir ki, burada 3 dənə dövr eləmişik. Aha, 3 rəqəmli bir ədəd daxil edəcəyik biz bura və ən kiçik qiyməti olmalıdır. O qiymətlərin də cəmi 9 olmalıdır. Deməli, mən elə bir 3 rəqəmli ədəd daxil etməliyəm ki, həmin 3 rəqəmli ədəd rəqəmləri cəmi 9 olmalıdır və tək rəqəmlərdən ibarət olmalıdır. Burada da ən kiçik rəqəm neçə olar? 1 ilə başlasam ən kiçik rəqəm olaraq. Amma rəqəmlər təkrar olmaz falan demir də. Onda növbətiyə də 1 yazaram, buna da 7 yazaram. 117 olar ən kiçik rəqəm kimi. Bu rəqəmi götürərəm, rəqəmləri cəmi 9-dur, 3 dəfə də dövr edəcək. Nəticə olacaq 117. Bəs yaxşı, bundan kiçik qiymət götürə bilərəmmi? Yəni 1, 0 qoysam, bura necə qoya bilərəm mən? Bura 8 qoyum onda gərək. O da bizə cötə ədəd olur axı. Onun üçün bu şərt ödəmir. 0 ilə ədəd başlamaz. Elə ən yaxşısı 117 olacaq. Nəticə olacaq 117. Bu formada proqramı təhlil edərək həll etmək lazımdır. İndi gəlin belə edək. 117 ədədini proqrama daxil edərək dövrü gedək. Görək həqiqətən də n üçün 9, m üçün 3 nəticəsini əldə edə bilirik. Deməli yazıram buradan 117. 117 böyüdüm 0-dan deyirik hə. O zaman 117-nin ona bölünməsindən alınan qalığı götür. Olacaq 7. 7 tək ədəddir. Yəni 7-nin 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? Deyirik, hə. O zaman n bərabər n plus r. Yəni 0 üstə gəl 7 olacaq 7. M də bərabər n plus 1. 0, 1 vahid artacaq 1. X də bərabər 117-nin ona bölünməsindən alınan tam hissə 11. 11 böyüdü mü 0-dan deyirəm, hə. R bizdə olacaq qalıq 1. 1-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Hə, o zaman n olacaq bizdə n plus r. Yəni 7 üzərinə gəlinsin 1. M 1 vahiddə artacaq 2 olacaq. X də olacaq 11-in ona bölünməsindən tam hissə 1. 1 böyüdümü 0-dan deyirəm, hə. R olacaq bizdə yenə 1. Yenə hə deyəcəm, çünki tək ədəddir. N olacaq bizdə 7 üstə gəl 1 üstə gəl 1. M 1 vahiddə artacaq 3 olacaq. X olacaq bizdə 1-in ona bölünməsindən tam hissə 0. Deyəndə ki 0 böyüdümü 0-dan yox deyib dövrdən çıxacaq. Beləliklə n üçün 9, m üçün 3 nəticəsini əldə etmiş oluruq. Bu qədər. Uyğunluğu müəyyənləşdirək. Daxili yaddaşlar hansılardır? CPU bizə prosesordur ümumiyyətlə. Daxili yaddaş cache-lə ROM-dur, yəni B ilə D olacaq. Xarici yaddaş qrupları isə HDD ilə FTD olacaq, yəni C ilə Y. CPU prosesordur, yəni bunun yaddaşla bir əlaqəsi yoxdur. Daha sonra indi gəlin proqramımızı quraq. Deməli indi gəlin hissə gedir. Bizə deyir ki, sözlər arasında bir boşluq simvolu olan sətr daxil edilir. Gəlin hər hansı bir A sətrini daxil edək. Yazaq A bərabər sadəcə input. Bilirik ki, input yazsaq dəyişən sətr tipində daxil edilir. Aralarına boşluq qoymaq məsələsini gəlin splitlə edək. Çünki əgər sətri split vasitəsilə siyahıya çevirsək, aralarına boşluq qoyacaq. Yəni belə yazaq. Məsəl üçün yazaq B bərabərdir A nöqtə split. İndi funksiyaları nə qədər düz yazıram bilmirəm, amma sadəcə olaraq gedişatı bilək də. A nöqtə split belə yazaq. Sadəcə bir dənə boşluqdan parçala. İndi nə edək? Simvollar adını olduğu kimi saxlayan proqram Python-a daxil edin. Aha, buradan B bir dənə siyahı olacaq. İndi mən şərt daxil etməliyəm. Yəni forla getməliyəm. Necə eləyəcəm? Yazacağam i-in. Belə yazaq da B yazaq. Yəni i dəyişəni hər dəfəsində o B-yə müraciət eləsin. Görək necə alınacaq axırda. Və indi şərt qoyaq. Deyək ki, if həmin o B, yəni B-nin sayı nedir? Len deməkdir. Len sayı, len B böyüdürsə 3-dən, bizə deyir 3-dən böyük olanları. O zaman neynə? O zaman kapitalize-dən istifadə elə ki, ilk hərfini böyük yaza biləsən. Yəni, belə deyək də, A nöqtə, yox, capitalize yoxsa over yazaq. A nöqtə capitalize. Belə yaza bilərik də əslində. Burada bir dənə
C siyahısı əlavə edək. Yazaq C bərabər bir dənə boş siyahı. Əgər bu şərt ödənsə, onda nə ilə? Həmin o deməli B-nin qiymətini C siyahısına əlavə elə. Yəni R nəyə əlavə eləyəcəm? Bu B-ni kapitalize edib əlavə eləyəcəm. Yəni belə yazaq da. Necə götürək bunu? Bircə dəqiqə. Bircə dəqiqə eləyək ki, bu sətr alınsın da. Bax, belə yazaq. C bərabərdir. Daha doğrusu C.Apple. C siyahısını necə əlavə edəcəm? X hərfini böyük yazmalıyam da. İlk hərfi böyük yazmaq üçün Apple B yazaq da. C.Apple B.Capitalize. Yəni, ilk hərfini böyük elə və ora əlavə et. Belə yazsaq. Əks halda, else qoluna da necə yazarıq onda? Bizə deyir ki, 3-dən çox olan hər bir sözün ilk hərfini böyük hərflə əvəz edən. Digər sözlərin simvolları ardıcıllığını olduğu kimi saxlayan. Else onda sadəcə yazaq C.Apple B yazaq da. Yəni, olduğu kimi B-ni oraya əlavə elə. Sadəcə olaraq buradan götürdüyünü oraya olduğu kimi əlavə elə. Və sonra da aldığınız siyahını sətrə qaytar. Yəni, onda bir dənə də yazaq print, boşluq, nöqtə join. Join B yazaq da. Yəni, aldığın sətri yenidən siyahıya qatar. İndi bunu mən Python'da yığsaq görək necə bir nəticə verəcək. Deməli, yazıram A bərabər input. Daha sonra B bərabər A nöqtə split. Sadəcə boşluqdan parçaladaq, heç nə eləməm. C ilə bərabər bir dənə boş tətir. İndi for I in B. If əgər lin B böyüksə 3-dən, o zaman nə et? C.Apple C siyahısına əlavə edin. Nəyə əlavə edin? B-nin kapitalize olunmuş halını, yəni B.Capitalize. İlk hərfini böyüklə yaz da, belə yazsaq. B.Capitalize yazsaq. Bəs yaxşı, else əks halda nə edək? Sadəcə olaraq C.Apple B yazaq. C.Apple B yazsaq. Bunu yazsaq görək nəticə nə olacaq bizdə. Görək hələ proqram xəta vermir ki. Proqram xəta qaytarmadı. Əla. Onu da gəlin, misal üçün yazaq. Ana vətən yazsaq. Ya da yox, elə sırf oradakı proqramı gətirək bircə dəqiqə. İndi run eləsək, nəticəni elə bu formada daxil eləsək. Görək buradan nəticə nə çıxacaq ekrana. Buradan enter vuranda xəta çıxır. Nədə səhv elədik? Deməli, capitalize, bu sözü düzgün yazmadıq. Bunu necə yaza bilərəm bəs? B.Capitalize. Belə yazmaq olar onda. İlk hərfini böyük yazaq da, belə eləyək onda. Bax, gəlin bunun yerinə belə yazaq. Upper'dan bəlkə istifadə eləyək. Bəlkə o formada alında. Yəni, necə eləyək? Elə bil ki, yazaq B0-cı elementi götür. Yəni, B0-cı element birinci elementi də. Onda gəlin B0-cı elementi götürsün, onu upper eləsin. Onu upper eləyib əlavə eləsin. Baxın, bu formada yazsam. B0-cı elementi götürsün, upper eləsin. Və yanına da digər elementlərini düşsün. Yəni, bunun üzərinə də gəlsin B, birdən sonraki elementlərin hamısı. Bir qoşa nöqtə. Ki, onların hamısı da buraya əlavə olunsun da o məqsədlə. Yaxşı, bunu indi run eləsək. Görək, bu nə nəticə verər bizə? Boş bir nəsə yazmaq lazımdır. İndi yenidən bunu yazaq. Görək, burada nə nəticə alınır. Ctrl-V eləsəm, Enter-də yenə xəta verir. Nədə səhv elədim? Nədə səhv elədik? B1-də nəsə listə səhv eləmişdik. Bircə dəqiqə. Görək, harada xətamız var. Bircə dəqiqə. Burada I yazmalıyam mən. Çünki I gedib B-yə müraciət edir axı. Bura I yazmaq lazımdır. Bura I yazmaq lazımdırsa, onda belə etsək. Görək, burada nə nəticə olacaq. Bayaqki söz yapışdırılıb mı? Yapışdırılıb. Burada nəticə vermir. Nədə səhv eləyirəm axı. Bax, düz gedir. C.Apple I0-cı elementin upper halına əlavə elə və I birdən sonraki elementlərin hamısını oraya əlavə elə. Düz getdiyimi düşünürəm, amma nədəsə xəta var. I in B,
Bircə dəqiqə. Mən burada bir print yazmamışam axı. Gəlin burada bir print yazaq. Print yazaq. Və o join-i qeyd eləməmişəm. Join-lə bunu siyahıya çevirək. Görək necə bir nəticə verir. Join-lə siyahıya çevirəndə join C sətrini verməliyəm də. Bu formada bir yazılış yazsam. Burada nə alıram nəticəni? Yenə Ctrl-V eləsəm nəticəni əldə edirik. Əla. Bu formada alınır. Baxın, mən burada print bayaqdan yazmamışam. Ona görə düzgün nəticə vermirik. Gəlin bunu onda bir dənə capitalize-la da yoxlayım. C.Append deməli i.capitalize yazaq da. i.capitalize. Bir dənə bununla da yoxlasaq. Burası istəyərəm bununla alınsın. Çünki bizə ilk hərfi böyük deyirsə, istəyərəm ki, capitalize-dan istifadə edərək o ilk hərfi böyüdüm. İndi yenidən bundan kopyalasam. Bura yenidən Ctrl-V yazsam, bəli, bu formada da nəticəni əldə etmək mümkündür. Amma yox, bircə dəqiqə. Birincini kopyalamalıyım. Bircə dəqiqə. İkincini kopyaladım mən. Bircə dəqiqə. Tam dəqiqləşdirək. Görək alınırmı? Aha, əla. Bəli, baxın, bu formada da alınmış olur. Çünki bizə deyir ilk hərfini böyüt. Mən istədim ki, ona görə capitalize-dan xüsusilə istifadə edeyim. Baxın, nəticəmiz bu formada alınmış olacaq. Capitalize-da yazsaq, upper-da yazsaq, hər iki formada nəticəni əldə edirik. Sadəcə biraz analiz tipli sual nümunəsidir ki, gərək biz orada proqramı doğru şəkildə yazaq. Deməli, neynədir? Bax, yenidən üzərindən keçək. Bir dənə sətr daxil edirik. Sətri split vasitəsilə boşluqdan parçalayıb siyahıya çevirdik. Daha sonra həmin o siyahının elementlərinə bircə-bircə müraciət edirik. Və siyahının elementlərini saydıq. Hansı elementlərin ki, sayı 3-dən çox oldu, həmin elementlərin ilk hərfini böyüdərək C siyahısına əlavə elədik. Daha sonra isə neynədik? Həmin o yekunda aldığımız siyahını join vasitəsilə sətrə çevirib işi tam şəkildə yekunlaşdırmış olduq. Bu qədər. Aha, indi baxaq 89-a. Deməli, bu sualda bizə nə deyir? Daxil edilən çox rəqəmli natural ədəd içərisində, rəqəmlər içərisində ən böyük cüt olan müəyyənləşdirmək lazımdır. Əgər ədəddə cüt rəqəm yoxdursa, onda -1-i çap eləyək. Onda bir dənə n bərabər int input yazaq. Gəlin, bunu bir dənə Python-da yazım. Bir də burada o yazı bura keçirtməyək. Deməli, yazaq yeni bir səhifədən. Aha. Daxil edək bu formada. N bərabər yazaq integer input. Bizə lazımdır bir tam ədəd. Input. Daha sonra bizə nə dedi orada? Bircə dəqiqə. Əgər nəticə -1 olsun, heç nə olmasa, onda bir dənə də bir ədəd daxil edək. B bərabər -1. Sonra B-ni çap eləyərik. Əgər heç bir şərt ödəməsə, B yuxarıdakı -1-i çap eləyər. İndi while dövründən daxil edək. While ədədin burada həm ona bölünməsindən alınan qalığı tapaq, həm də tam hissəni tapaq. Niyə? Çünki çox rəqəmli ədəd daxil. O qalıqlara bir-bir müraciət eləyək ki, görək təkdirmi, cütdürmü və böyükdürmü, kiçikdirmi. İndi bu formada müraciət eləsək. Bir dənə deyək ki, A dəyişən daxil eləyək. Burada yoxdur da. A dəyişəni daxil eləyək. Deyək ki, yox, A deyirəm, N var da. N böyüdürmü 0-dan? O zaman neynə? İndi A dəyişəni daxil elə. A bərabər N-in ona bölünməsindən alınan qalığı tap və daha sonra şərt kəs. Denən ki, if. Həmin o A cütdürmü? Yəni, A-nın 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 0-a? Belə bir şərt kəsək. Əgər hədirsə, o zaman if. İndi maksimum minimum müəyyənləşdirək. Həmin o A ədədi böyüdürmü yuxarıki ədəddən? Yəni B-dən. Belə deyək ya. A, bircə dəqiqə. A böyüdürmü B-dən? Bu formada bir belə deyək, ədəd daxil edək. İndi buradan əgər böyükdürsə, o zaman nə edək? B-ni A-ya bərabər götürək. B bərabər A yazsam. Və daha sonra da ədədin ona bölünməsindən alınan qalıq vasitəsilə dövrü kiçiltsəm. Yəni, A bərabər, qalıq deyirəm, tam hissə vasitəsilə. A-nın ona bölünməsindən alınan qalıq tam hissə vasitəsilə dövrü kiçildirəm. İndi ən sonda da buradan print, bircə dəqiqə, print B-ni çapa çıxartmış oluram. Print B. Aha. İndi gəlin görək buradan nəticə necə olacaq bizdə. Aha. İndi ədədlər yığını daxil edirəm. Enteri vururam. Yox, nəticə çıxmadı. Bircə dəqiqə nədə səhv eləmədik. Gəlin elə həmin proqram üzərində biz işləyək. Görək biz işləsək nəticəni necə alacaq. Misal üçün 2, 9, 8 ədədini daxil edək. Burada ən böyük ədəd 8-dir. Görək 8-i ekrana çıxara bilirik mi? Deyəndə ki 2, 9, 8 böyüdürmü 0-dan deyirik hə. O zaman A bizdə qalığı tapacaq 8-i. 8-in 2-yə bölünməsindən alınan qalıq 0-dırmı deyirik hə. Tamam. O zaman 8 böyüdürmü -1-dən deyirik hə. Deyir o zaman B bərabər olsun 8-ə.
A tam hissəni götürəcək, 29 götürəcək. 29 böyükdürmü 0-dan deyirik hə. Qalıq bizdə olacaq 9. 9 tək cütdürmü? Buna deyirik yox. Yox dediyimizə görə keçirik burada tam hissəni, tam deyirəm. 29 ona bölməsinə alınan tamı tapırıq və gedirik növbəti dövrə. 2 böyükdürmü 0-dan deyirik hə. Bu zaman A bizdə olacaq 2-nin ona bölünməsindən qalıq 2-nin özü. 2 cütdürmü deyirik hə. İndi deyirik 2 böyükdürmü 8-dən deyirik yox. Yox dediyimizə görə heç bir şərt ödənmir və həqiqətən də bu 3 rəqəmli ədədin ən böyük cüt ədədi ekrana çıxır da. Mən Pythonda niyə bunu ala bilmirəm axı? Pythonda run eləyəndə bu nəticəni bizə niyə vermir? Bax 289 daxil eləyəndə nəticəni verməlidir axı. Niyə vermir? Print B-ni istəyirəm. Nədə səhv edirik ki? Biz, axı burada nəticə bizə gəlməli deyilmi? O zaman B-yə bərabər olsun. Yəni bunu işləyəndə nəticəni görürük. Amma Python vermir bizə bu nəticəni. Demək ki, nədə səhvimiz var. B yazsam əgər, B-ni istəyirəm desəm, yox. Xətada vermir, amma proqram da işləmir. Amma burada gördüyünüz kimi, yəni biz işləyəndə nəticəni bu formada əldə edirik. Hər halda hansısa bir dəyişəndə, amma dəyişəndə də səhv yazsam, onu ümumiyyətlə qəbul eləməzək, xəta kimi çıxarar ekrana. Məntiqlə nəticəmizi bu formada görə bilərik biz. Əslində nəticəmiz olacaq bu formada. Daha sonra indi baxırıq bu suala. Deməli, blok sxem çap etməliyik biz. Daha doğrusu qurmalıyıq. Daxil edilən 100 ədəd üçün girişə verilmiş 100 rasional ədədin blok sxemi qurulmalıdır. Aha. Deməli, və ədədi orta tapırıqsa, deməli bir dənə dəyişən daxil etməliyik ki, ədədləri cəmləsin. Deyək ki, belə yazaq da S bərabər S plus X ən məşhur formada və I də bərabər I plus 1 yazaq. Sonra da S-i I-yə bölməklə biz ədədi ortanı müəyyənləşdirək. Bax, bizim proqramımız təxminən bu formada qurulmalıdır. İndi məsələ nədir? Məsələ odur ki, biz bunu blok sxemdə yığmalıyıq. Yəni, başlayaq onda blok sxemi. Şərtini quraq. Şərtdən əvvəl də biz nəyi daxil edək? S-ə I-yə 0 verək ki, biz buradan dövrü gedə bilək. Bəli, buradan onda bundan əvvəldə bir dənə belə bir düzbucaqlı daxil edək. Bunu bu formada yazaq. S bərabər yazaq 0, I bərabər yazaq 1. İndi, bir yox, buna da 0 yazaq da ki, hər dövrdə bir vahid artır. İndi 100 dənə ədəd daxil edəcəyik. Biz daxil edilmiş 100 ədədin ədəd ortası. Onda yox, I-yə 0 verməyək, I-yə 1 verək. Niyə? Çünki bu 1-i 100-lə müqayisə edək. 1 kiçik bərabərdir 100-ə hə deyək. Hə deyək. Ya da belə yazaq da 1 deməyək də I yazaq. I kiçik bərabərdir 100-dən. Buna deyək hə. Hə deyəndə neynəsin? Müəyyən bir x ədədini daxil eləsin. Yəni düzbucaqlını deməyim də o paralelogramın daxilində belə bir x ədədi daxil eləsin, x ədədi. Daha sonra bu x ədədini S vasitəsilə S plus x eləsin və I vasitəsilə I plus 1 eləsin. Daha sonra neynəsin? Bura həq olur da bunun. Daha sonra neynəsin? Buradan çıxsın yuxarı. Və nə vaxt ki, yoxa gəlib çıxırıq, onda bir dənə də deyək ki, K ədədi daxil eləyək. K vasitəsilə S-i I-yə bölüb ədədi ortanı müəyyənləşdirək. Bu formada bir nəticə əldə etmiş oluruq. Bu qədər. Bununla da biz sınağın suallarını tam şəkildə yekunlaşdırmış olduq. Sağ olun, Allah amanında.